Hörmətli izləyicilərimiz, sizə Kaspinin 21 dekabr keçirdiyi 11-ci sinif buraxılış sınağından bir maraqlı sualın izahını vermək istəyirəm. Biraz çaşdırıcı sualdır. Sadəcə diqqətli olmalıyıq. Ümumiyyətlə, mən hər bir videoda da qeyd edirəm ki, əsas məsələ diqqətli olmaqdır. Qatarlar feilinin fonetik təhlili ilə bağlı yanlış fikir müəyyən edin. Bizə nə lazımdır? Yanlış fikir. Həm də bizə uşaqlar nə lazımdır? Qatarlar feili lazımdır. Feili, qatarlar. Qatarlar feili necə olur? İndi əvvəlcə biz bu sözün özünü başa düşək. Nəyisə qatarlar. Baxın, bu söz belə təhlil olunur. Sözün kökü qat, qatmaq. Ar-ər zaman şəkilçisi, yəni gələcək zaman şəkilçisi. Lar-lər isə nədir? Lar-lər şəxs şəkilçisidir. Bu belə. Bu sözün tələffüzü isə necə olur uşaqlar? Bu sözün tələffüzü bu formada olur. Əgər bu söz isim yox, feildirsə, bizdən də nə soruşuldu? Feil. Bu zaman demək, şəxs şəkilçisindən əvvəl olan şəkilçi ar-əl, al-əl formasına düşür. Bax, qatarlar bu formaya düşür. Yəqin ki, gördünüz. Hansı formaya düşür? Qatarlar. Yox, əgər bu isimdirsə, qatarlar dayandı. Bu isimdirsə, onda bu fərqli tələffüz olunur. Bu zaman cəm şəkilçisi rar-rər formasına düşür. Baxın, rar-rər. Bu formaya çevrilir. Bu oldu isim. Aşağıdakı oldu nə? Feil. Bizə də feil lazım olduğu üçün biz aşağı baxırıq. İndi bir-bir cavablara baxaq. Yazılışı ilə tələffüzü fərqlənir. Bəli, l-r-ya çevrildi. Bunu çıxırıq. Eyni cinsi samit qoşallı müşahidə edilir. Bəli, göründüyü kimi 2 dənə l var burada. Bunu da çıxırıq. Zaman şəkilçisi, daha doğrusu bunu çıxırıq. C-ni hələ oxumamışıq. Zaman şəkilçisi yazılışından fərqli tələffüz olunur. Zaman şəkilçisi hansı idi? Ar-ər, bəli, al-əl formasına düşdü. D-ni çıxırıq. Yazılışı ilə tələffüzü arasında bir fərqli məqam var. Bəli, çünki gördük ki, sadəcə r-l-ya çevrildi. Qalanlar olduğu kimi qaldı. İndi keçək C bəndinə. Sözün sonundakı qrammatik şəkilçi yazılışından fərqli tələffüz olunur. Sözün sonundakı uşaqlar, qrammatik şəkilçi hansı idi? Lar, lər, hansı şəkilçidir? Şəxs şəkilçisi. Bu tələffüzündə fərqləndimi? Fərqlənmədi. Fərqlənən hal hansındaydı? İsimdə idi. Ona görə deyirəm ki, çaşdırıcıdır. Bu isim olsaydı doğruydu, amma feil olduğu üçün yanlışdır. Ona görə cavab oldu C bəndi.